Bölmə 3, dinləmə mətni 6. İskəndəriyyə şəhərində Harry adlı kasıb sadə bir dərzi yaşayırdı. O, zəhmətkeş, dürüst və bacarıqlı idi. Hətta insanlar onun haqqında barmaqları qızıldır deyirdilər. Günlərin bir günü ona tanımadığı adamlar yaxınlaşıb qəribə bir təklif edirlər. Sən bir şahzadəyə çox oxşuyursan. Əgər onun yerinə keçib bir müddət şahzadə rolunu oynasan, sənə çoxlu pul verəcəyik. Harry əvvəl tərəddüd etsə də, yoxsulluqdan xilas olmaq ümidi ilə bu təkliflə razılaşır. Onu təmtəraqlı saraya aparıb əyninə bahalı paltarlar geyindirirlər. Ətrafında qulluqçular gəzməyə başlayır. O artıq hamı tərəfindən şahzadə kimi tanınır. Lakin günlər keçdikcə Harry bu yalanın içində özünü narahat hiss etməyə başlayır. O görür ki, bu oyunu quranlar sarayı və taxtı ələ keçirmək üçün onu sadəcə alət kimi istifadə edirlər. Vicdanı onu bu pis oyundan uzaqlaşmağa səsləyir. Nəhayət bir gün Harry saray əyanlarının və cəmaatın qarşısına çıxıb hər şeyi açıqlayır. Mən şahzadə deyiləm, sadə bir dərziyəm. Məni aldadıb bu oyunun içinə saldılar. İnsafım yol vermir ki, sizləri aldadım. Onun bu dürüstlüyü xalqı təəccübləndirsə də, hamı onun cəsarətinə hörmətlə yanaşır. Gerçək şahzadə tapılır, ədalət bərpa olunur. Harry öz sadə həyatına dönsə də, artıq xalqın hörmətini qazanmış olur.